Deməli, növbəti gündəlik həyatda bizə lazım olan digər əvəzlikləri. Мы, biz, наш, наша, наши, bizim. Dəyişir, çünki baxır hansı istifadə etdiyiniz isim hansı cinsdədir. С нами, bizimlə, без нас, bizsiz, у нас, bizdə, нас, bizi, nam, bizə. Əzizlərim, rus dilində B2 səviyyəsində danışmaq istəyirsənsə, özünü necə deyərək vəziyyətdən çıxartmaq istəyirsən və istəyirsən ki, səni düzgün başa düşsünlər, mütləq şəkildə mənim bu danışıq kitabımı əldə edin. 250 səhifədən ibarətdir, 3000-dən artıq gündəlik lazım olan sözlər var. Ekranda da göstərdiyim kimi hər bir cümlənin qarşısında transkripsiyası var. Ona görə rus hərflərini bilməsən də əldə edə bilərsən. Nömrə qeyd olunub, əldə et. Ekranda da gördüyün kimi hər gün canlı yayıma gəl və özün faydalan.